Cənab Prezident, sən qızın Leyliyə baxanda mənim ürəyimin başı açılır. O, türklərin bir sözü var, takıntılı. Mən başa düşə bilməm, bu Emini bu qədər sevirsə, Eminsiz bu qala bilmirsə, a qardaş, ay başva dönüm, Emini arvadı ilə, uşağı ilə Azərbaycana niyə gətirdiniz? Niyə Emin gəldi Azərbaycanda ən belə bir dindar rayo kəndimiz olan Nərdaranda o boydana oteller tikir, o boydana işler görür, kazinolar yaradacaq. İndi yəqin kazinosu olan yerlərdə fahişəxanalar da olacaq. Mən başa düşə bilmirəm, bunu niyə gətirdin? Самые великие люди — это ваша семья. Самые важные, самые теплые. Алло. Персонально для тебя. Я эту песню утром пою дочери периодически. Wise men say, only fools can. Onu onun üçün gətirdin ki, qızıva göz dağı verəsən. Baxıram, görürəm ki, bir ucdan videolar koyurlar. Bu buna belə nazla göyə baxır, şəkillər koyurlar. O buna nazla. Bizim də ki, o yaltaqlarımız var, hansı ki yazırlar. Can, necə də bir-birinizə yaraşırsınız. Ay millət, bunun keçmiş ərinin arvadı var. Əgər məsləhət olsaydı, o Alyonanı bir dəfə boşadı, ikinci dəfə dalısıyla getməzdi. Elə gələrdi Pramoy Leylanın dalısıyla. Gör Leylanı necə saymır ki, Pramoy elə arvadı ilə gəlib. Buna baxanda özünüzdən utanmırsınız. Ayrı vaxtı deyirsiniz ki, bizdə şəxsiyyət belə, qeyrət belə, namus belə. Mehriban xanım deyir, mənim sözümün qabağında ikinci adam söz deyə bilməz. İlham Əliyev deyir ki, mənim sözüm birdir, sənətdən də vacibdir mənim sözüm. Mən istəsəm belə eləyərəm, elə eləyərəm. Qaqa, istəyirsənsə, sən qızı o niyə görə yazığı gözü yaşlı qoyursan? Mən bir ana kimi deyirəm, valla mənim ürəyim ağrıyır Leyliyə. Belə də şey olar.